Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi və mən təbiyyəhum bi ihsanin ilə yevmiddin əmmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə Umdətül Əhkəm kitabının şərhini oxumağa davam edirik. Şeyx Abdurrahman Əs-Sadi rahimehullahın şərhi ilə. Namaz babındayıq, 10-cu hədisdə. Ümumən 53-cü hədisdəyik. An Cabir ibn Abdillah radiyallahu anhuma أن عمر بن الخطاب رضي الله عنه جاء يوم الخندق بعدما غربت الشمس. Cabir ibn Abdullah deyir ki, Ömər ibn Xattab radiyallahu anhu, Allah onların hər ikisinə razı olsun, Xəndək günü, yəni Xəndək savaşı günü, günəş batandan sonra gəlir, fəcəalə yasubbu kuffara Qureyş və Qureyşin kafirlərini söyür. Günəş batandan sonra gəlir və Qureyşin kafirlərini söyür və qal, ya Rasulallah, deyir ki, ey Allahın Rasulü, mə kittu usalliyəl asra həttə kədəti şəmsu təğrub. Ey Allahın Rasulü deyir, mən əsri deyir, az qalırdı ki, günəş bata-batda qıldım. Yəni, günəş bata-batda ancaq ki, qıldım əsri. Fəqalən Nəbiyyə sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vallahi mə sallaytuhə. Allaha and olsun ki, mən heç qılmamışam. Qal, fəkumnə ilə Budhan. Və biz deyir, durduq, Budhana getdik. Və təvadda'nə ləhə fəsalləl əsrə ba'dəmə qarabətiş şəms. Və deyir, Budhana getdik, namaz üçün dəstəmaz aldı, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm, və biz də dəstəmaz aldıq. Və o deyir, əsr namazını günəş batandan sonra qıldı. Günəş batmışdı, yəni. Ondan sonra əsr namazını qıldı. Thumma salla ba'damal məğrib. Və ondan sonra da məğrib namazını qıldı. Bu hədisi İmam Buxari rahimehullah rivayet edib 596-cı hədisdir, Müslim də rivayet edib 631-ci hədisdir. Və bundan öncəki hədislərdə keçmişdi ki, nə keçmişdi? Bu səbəb nə idi? Müharibə vaxtı döyüş baş verir. Peyğəmbər sallallahu əleyhi və səlləm onlara bəddua elədi. Nə dedi? Allah onların evlərini, qəbirlərini odla doldursun. Allah onların işlərini, yəni daxil işlərini və qəbirlərini odla doldursun. Onlar bizi əsr namazından yayındırdı, yəni. Bəli. Və burada da Ömər radiyallahu anhu deyir, yəni Ömər radiyallahu anhu günəş bata-batda çatdırıb, qılıb və səhabələrin çoxsu və eləcə də Peyğəmbər sallallahu əleyhi və səlləm isə qılanmamışdılar. Sonra isə qılırlar. Deməli, bu hədisdə olan faydalardan biri odur ki, hansısa bir namaz, məsələn, qəzaya gedibsə, üzürlü bir səbəbdən tərtiblə qılınır. Birinci əsri qıldı, sonra məğribi qıldı. Bu da nə vaxt olur? Əgər hal-hazırki namazın vaxtının çıxma qorxusu yoxdursa. Məsələn, hələ indiki tutaq ki, namaz, məsələn, əsr namazını qılmayıb, məğrib də təzəcə girib. O zaman nə edir? Əsri qılır, sonra məğribi qılır. Amma əsri qılmayıb, məğrib də artıq çıxır. Çıxa-çıx. Bu zaman nə edəcək? Məğribi qılacaq, sonra əsri qılacaq. Yəni, bəli. Ona görə əsl nədir? Əsl, əgər vaxt varsa tərtiblə gedirsən, istisna odur ki, əgər o hal-hazırki namazın da vaxtının çıxma ehtimalı varsa, o zaman tərtibi pozursan. Amma əsl nədir? Yəni, tərtiblə geyirsən. Və burada Budhan yeri də nədir? Mədinədə olan bir suların toplandığı bir bölgədir, vadidir. Mədinədə bir vadinin adıdır Budhan. Və həmçinin hədisdən çıxan faydalardan biri də odur ki, namazı öz vaxtından gecikdirmək olmaz. Yəni, hər namazı öz vaxtında qılmaq lazımdır. Bunda deyir, ümmət icma eləyib. Yəni, bəzi bidət əhli eləyir, yığırlar namazı, axırda axşam qılırlar. Yəni, bu ümmət icma eləyib ki, olmaz. O şaz, hansısa bir tutaq ki, kimsə deyib ki, müxalif olaraq dəlillərə, ümmətin icmasına müxalif olaraq deyib ki, məsəl üçün, işin varsa topla axşam qılarsan, o da onlar eləyirlər, amma əslində nədir? Bu səhvdir. Hər namazın öz vaxtında qılmaq lazımdır. Və həmçinin, bax, o qədər mühümdür ki, namazı vaxtında qılmaq. Namazı vaxtında qılmaq, namazın digər şərtlərindən üstündür. Bu nə deməkdir? Hətta dəstəmazın olmasa belə qılır. Bəli. Bax, namazın şərtləri var, düzdür? Bax, dəstəmazda olmaq, nəcasətdən təmizlənmək, övrəti örtmək,
Düzdür? Bunlar hamısı namazın şərtlərindəndir. Əgər vaxt çıxırsa, o şərtləri neysən, sən iptal edirsən. Vaxt digər şərtlərin hamısından üstündür. Yəni namazı öz vaxtında qılması. Ona görə deyir ki, bax, hətta deyir, o deyir, yəqin olsa ki, insan yəqin olsa ki, namazın vaxtı çıxana qədər o nə üstünü örtməyə paltar tapmayacaq, nə də yuyunmağa su tapmayacaq. Onun üzərinə vacibdir ki, paltarsız halda vaxtında təmin edib vaxtında qılsın namazı. Hətta paltarsız halda. Paltarı yoxdur tutaq ki. Elə bir yerə onu salıblar ki, məsəl üçün, elə bir vəziyyətdir ki, paltar yoxdur üstündə. Və namazın vaxtda çıxır. Su da vermirlər dəstəmaz almağa. Su da tapa bilmir və yaxud da. Neyinir? Təyammüm alır, o halda namazını qılır. Bu nəyə görə deyir? Çünki deyir, vaxt digər şərtlərdən üstündür. Amma əgər məsəl üçün, deyək ki, örtünmək vaxtdan da önəmli şərt olsaydı, deyərdik ki, paltar yoxdur, vaxt çıxsa da mən namazı qılmıram. Nə vaxt paltar taparam, onda qılaram. Yox, elə deyil. Görürsən ki, vaxt çıxır, artıq sən yəqin olursan ki, yoxdur, paltarı da yoxdur və yaxud da su da yox, dəstəmaz təyammüm varsan, elə olduğun halda qılırsan namazı. Ona görə deyir, heç bir işə görə fələ yəhillu təxir bi eyyi şuğlin kən. Hansı iş istəyir olsun, ona görə namazı gecikdirmək olmaz. Nə işi istəyir olsun. Hətta deyir, o savaşın qaynar vaxtında belə namazı gecikdirmək olmaz. Ancaq deyir, insan məsəl üçün unudarsa istisna və yaxud da ki, cəm niyyəti ilə. Məsələn, zöhrün vaxtıdır, güclü bir məşğuliyyət gəlib, deyir ki, yaxşı, əsrdə cəm eləyərəm. Hətta səfərdə olmasa belə cəm eləyə bilər də, düzdür? Mərqlə nişanlı cəm. Cəm niyyəti varsa, o başqa. Amma deyək ki, sübh namazıdır. Sübhü nə ilə cəm eləyəcəksən? Sübhün vaxtı çıxır. Və yaxud da ki, məğrib girir, əsrin vaxtı çıxır. Unutmaq istisna, nə eləməlisən? Qılmalısan. Hətta bəli, hətta yatıb qalmaq da bəli istisnadır, huşun getməsi və s. Hətta savaşda belə qılmalısan. Həmçinin hədisdə dəlil var ki, faydalardan biri odur ki, namazın qəzalarının tərtibi olmalıdır, tərtiblə getməlidir. Bir şərt istisna ki, hazırki vaxtın çıxmağından ehtiyat edirsənsə, bu zaman neysən? Hazırki vaxtı qılırsan, sonra qəzanı edirsən. Cəmaatın deyir, qaçırılmasına gəldikdə isə səhih olan odur ki, bir rükətinə çatmısansa, məsələn, sən gəldin, cəmaat namaza başlayıb bayaqdan. Bir rükətinə çatırsansa, namaza çatmış hesab olursa. Namazın o son rükətinə çatmışsa, o da nədir? Rükû. Namazın son rükətinin rüküsuna çatdınsa, namaza çatdın deməkdir. Məsələn, cümə namazı 2 rükət, düzdür. İkinci rükətin rüküsuna çatdınsa, namaza çatmısan. Amma imam artıq ikinci rükətin rüküsündən qalxıbsa, cümə namazı getdi sənin üçün. Sən neysən? Zöhr niyyəti ilə qoşulursan, onlar salam verir, sən 4 rükət durursan, zöhr namazını qılırsan. Və həmçinin insana deyir, unudarsa, sonraki namazı qılarsa, məsələn, əvvəlki namazı unudub, qılmayıb. İndi isə o birisi namazı qılır. Namazın içərisində təkdirsə əgər, tək özü qılırsa, namazın içərisində xatırlayarsa, namazından çıxır. Namazından çıxır, birinci ötürdüyü tərtibə görə. Birinci qəza buraxdığını qılır, sonra ardınca hal-hazırki namazı qılır. Amma cəmaatdasa istisna. Məsəl üçün, gəlib, tutaq ki, zöhrü unudub qılmayıb, əsrə gəlib cəmaata qoşulub. Birdən namazın içərisində xatırlayır ki, mən zöhrü qılmamışam, çıxmır namazdan. Cəmaatla namazını tamamlayır, sonra zöhrün qəzasını qılır. Amma təkdirsə, bəli, cəmaata əsrlə qoşulub onsuz da. Çünki zöhrü unudub. Qoşulandan sonra xatırlayır zöhrü qılmadığını. Bəs qoşulmasa, o cür cəmaata zöhr niyyətinə. Bəli, cəmaata zöhr niyyəti ilə qoşulur. Əvvəldən isə xatırlayarsa ki, namaza elə çata-çatda xatırlayarsa ki, mən zöhrü qılmamışam, cəmaata zöhr niyyəti ilə qoşulur, cəmaat namazından sonra özü əsri qılır. Bəli. Tərtib əsasında. Bəli. Və dördüncü məsələ də odur ki, əgər tərtibin vacib olmasını deyir, insan bilmirsə, cahildirsə, o üzürlüdür. Adam bilmir namazların tərtibini, tutaq ki, qəzaya buraxıb, gəlib vaxtın namazını qılır, sonra qəzanı qılır, amma bilmir də bu. Burada deyir, bu üzürlüdür. Cahilinin üzür olmasını da şeyx incə bir şəkildə burada qeyd eləyir. Yəni, İdə kənə cahilən
bi vücubi təqdim feyu'zar. Əgər deyir, o deyir, tərtibin önə çəkilməsini, yəni namazın tərtiblə qılınmasını, yəni bilmirsə, bu zaman deyir, o üzürlüdür. Deməli, qardaşlar, Allaha həmd olsun, bununla namaz bölümünü bitirdik. 10 hədisə. Namaz bölümü bitdi. İndi gəlir Bəbul fadl cəmaəti və vücubihə. Cəmaat namazının fəziləti və vacibliyi.